Oyuna Karvan Yevlax futbolçuları başlayırlar. Qarşılaşma start götürdü. Şərhçiniz Nurlan Valihoğlu'dur. Amuam sərgəsiz ötürməyə qapçıya Səlahi Tağayev. İndi qonaqlar topu qazanırlar. Spence qapı qarşısına ötürməsi. Bir neçə futbolçu ilə hücumdadır Karvan Yevlax. Yerdə qalan oyuncular və penalti. Kamal Umudu tərəddüd etmədən penalti nöqtəsini göstərir. Arda baxılacaq. Ayağa zərbə var yoxsa yox. Bax, bunu yoxlayacaqlar. Mən elə gəlir ki, Seydina Keita orada. Joycelyn Mikkelsin oyunda penaltini vurmuşdu. Kəpəzli oyunda. Maraqlı məqam bax burada topun meydanı tərk edib etməməsidir. Bu epizod hər şeyi izah eləyir. Bəli, top meydana həkimlərin ağrı kəsicisinə ehtiyacı var. Üçüncü zərbə qısa şəkildə yerinə yetirilir. Kyle Spence qapı qarşısına ötürmə etdi. Başla zərbə və gol! Karvan Yevlax önə keçir. 1-0. Dəqiq baş zərbəsi ilə hesabı açır Imani Barker. Standart vəziyyətin davamında. Bax, belə hər kəsi qabaqladı. Imani Barker. Murad Musayev onu qarşılamağa çalışdı, amma dayandırma mümkün olmur İmani Barker'i. Müdafiəçisinin qoluyla Rauf Rüstəmli. Geri ötürməyində Akinadi'ye gəlir. Akinadi yerdə qalır. Penalti. Meydana daxil oldu və dərhal da komandası üçün fayda verir. İsmail Akinadi. Pedro Mateus'un sarı vərəqi göstərilir. Belə penalti yerinə yetirəcək. İsmail Akinadi sıyrılmağa çalışdı Pedro Mateus'dan və toxunuş penaltidir. Qapısını keçib Seydina Keita çempionatda ilk golunu vura bilər. Keita yaxınlaşır. Keita və gol! Seydina Keita 1-1. Müdafiəçilərin qarşılıqlı qolları. Imani Barker'e penalti goluyla cavab verir Seydina Keita. Pedro Mateus istiqaməti düzgün təyin edə bilmir. Gerili aradan qaldırır Qəbələ. Seydina Keita. İndi top oyuna daxil edilir. Masumo. Akinadi'dən irəli doğru. Adriel Balua cərməyində çasadı. Balua və Pedro Mateus. Pressing istədi və rəqibin rahat çıxması da onu qəzəbləndirir. Thompson Gavi. Top Kyle Spence'də. Spence qapıya zərbə endirir və ikinci hissənin 15 dəqiqəsi geridə qalıb, heç nə ilə yadda qalmayıb. Qapı qarşısına indi. Ötürmə başla zərbə qapıcı Pedro Mateus. Mateus'dan Murad Musayevin fərqləməsinə imkan vermir Pedro Mateus. Çox qüvvətli, yaxın məsafədən endirilən zərbə. Və Pedro yenidən Balua. Balua. Eşkin Əhmədov istiqaməti ötürmə Eşkindən cərmə meydançasına Akinadi indirdi. Başla zərbə yerinə Pedro. Pedro Mateus. Mateus komandasını ayaqda saxlayır. Gözəl seyv Pedro Mateus'dan. Eşkin Əhmədov. Eşkin cər meydançasına göndərdi. Başla zərbə dəqiq deyil.
Xaymenin ötürməsi Masumo'ya. Masumo zərbə indirmədi. Akinade'dən top. Akinade! Top qapıdan aralı keçir. Peter Kings topu komanda yoldaşını ötürə bilmir yaxın məsafədən. Beləliklə, Kamal Umudlu qarşılaşmanı bitirən fitness səsləndirir. Oyun 1-1 hesabı ilə başa çatır.